Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. İnsanlar çox vaxt deyirlər ki, kaş filan vaxt filan şey etməzdim. Allah 20 yaşında müdriklik versəydi, səhvləri etməzdik. Mənim arxa sifətim də var. Qoçaq, mübariz, deyib gülən, ətrafına enerji ötürən, yardıma qaçan Nüşabəyəm. Xəbər verilir ki, bu sözlər əməkdar artist Nüşabə Ələsgərli gün ortası verilişində deyib. Müğənni övladlarından, dünyasını dəyişən anasından danışır. Amma evdə tək qalanda eyvana çıxıran bir mən, bir də stolum. Uşaqlarım böyüyüb, Avropadadırlar. Rıza, yəni həyat yoldaşım da evdə yoxdur. Təkəm. Ağlayanda anam deyərdi ki, ağlama, anan ölməyib ki. Anam öləndən sonra ağlamağa başladım. Ana elə varlıqdır ki, biz uşağıq. Anam sağ olsaydı, gelib başımı onun dizinə qoyardım. Nə olsun müəyyən yaşım var, anama ehtiyacım var.